Bulvarın ən böyük gəmisində səyahətə ilk dəfə 13 il əvvəl çıxmışam. Köhnələr xatırlayar. 2013-cü ildə Mirvari bulvara yenicə gətirilmişdi. Açığı onda qiymətlər necə idi yadımda deyil. İndi 5 və 10 manatdır. 5 manatlıq biletlə aşağıda 10 manat verib terrasda səyahət edirsiniz. Üstəlik 10 manatlıq biletə pulsuz çay da daxildir. Gəmi 30-40 dəqiqə ərzində dənizdə olur. Bu müddət ərzində gah sizdən uzaqlaşan Bakıya, gah da Xəzərin mavi sularına tamaşa edirsiniz. Bura şəhərin harasıdır görəsən? Arada telefonun kamerasından binokl kimi istifadə edib uzaqlarda görünən ərazilərə də baxırsınız. Nə var? Binalar da gör necə görünür. Həzəstanov zaddı Allah bilir. Mirvari eyni vaxtda 460 sərnişini daşıya bilir. Təbii ki, səyahət vaxtı bu qədər adam mindirmirlər. Amma həftə sonları burada çox böyük izdiham olur. Uzunluğu 50 metr olan Mirvarinin 3 mərtəbəsi var. 3-cü mərtəbə terras olan hissədir. 2-ci mərtəbədə kiçik bir zal, müxtəlif şirniyyat və içkilərin satıldığı minibar və ən vacibi visi otaqları var. Həftə sonları üzü axşama doğru çox böyük izdiham olur. Ona görə də səyahətdən zövq almaq istəsəz, həftə içi getməyiniz məsləhətdir. Uşaq arabalarının parkingi. Kimlər ki az yaşlı uşaqla gəlir, arabaları burada park edirlər, özləri gəmiyə minirlər. Bu gəzintidən sizə qalan isə qəşəng şəkillər olacaq. Bacarıb telefonu kənara qoya bilsəz, Mavi Xəzərin sularına baxaraq bu gözəlliyi gözlərinizə də çəkə bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.